nizam belə deyir, zəhmətsiz rəhmət yoxdur. Yəni hər şey zəhmət verməz. Özünə də zəhmət verməlisən. Böyümək üçün, Dəyişmək mi istəyirsən? dəyişmək üçün zəhmət çəkməlisən. Bədəl ödəyəcəksən. Bəli. Zəhmət çəkməsən heç vaxt dəyişə bilməzsən. Öz üzərində işləməsən. Peyğəmbərə bunu öyrədir də bizə. Peyğəmbərin məsələsində baxın, Quranda Allah nə buyurur? Uca Allah buyurur ki, Allahın rəsulları sizin üçün usve-i həsənədir, ən gözəl örnəkdir. Örnək nə deməkdir? Peyğəmbər deyir ki, ey insanlar, zəhmətsiz rəhmət yoxdur. Dəyişmək mi istəyirsən? İnsanları dəyişdirməyə çalışma, sən özünü dəyişdir. Dəyişim olmasa inkişaf olmayacaq. Baxın, bədəl ödəyəcəksən dəyişim üçün, dəyişməsən inkişaf. Baxın, bayaq dedim, ağlının və cəsarətinin haqqını verməyən insan böyüyənməz. Baxın, cəhalətlə savaşmayan insan böyümez.